Salam hörmətli müəllimlər, xoş gördük hər birinizi. Bugünkü mövzumuz Frebel nəzəriyyəsinə həsr olunub. Gəlin görək bu nəzəriyyənin tərkib hissələri nələrdən ibarətdir. Deməli, məktəbəqədər təhsil sisteminin əsası görkəmli Alman pedaqoqu və məktəbəqədər təhsil nəzəriyyəçisi Friedrich Frebel tərəfindən qoyulmuşdur. Frebel ilk uşaq bağçalarının yaradıcısıdır və Frebelin yaratdığı uşaq bağçası konsepsiyasına qədər dünyanın ayrı-ayrı ölkələrində uşaq bağçaları mövcud olmuşdu. Lakin uşaq evlərindən fərqli olaraq onun əsasını qoyduğu uşaq bağçalarının mahiyyəti ondan ibarət idi ki, burada uşaqların təhsili və tərbiyəsi ilə də məşğul olurdular. Frebelə görə uşaq bağçalarının əsas məqsədi uşağın təbii qabiliyyətlərinin inkişafına kömək etmək, onun hərtərəfli şəxsiyyət kimi inkişafının təməlini yaratmaq idi. Frebel belə bir prinsip irəli sürdü ki, uşaqlar çiçək kimi böyüyürlər. Yəni, uşaq bağçası ifadəsi də məhz buradan götürülmüşdür və tərbiyəçilərin vəzifəsi onlara qayğı göstərmək, onların hərtərəfli inkişafına töhfə verməkdir. Frebel sistemində əsas diqqət uşağın fəaliyyətinə, onun öz fəaliyyətini stimullaşdırmaq və təşkil etmək ehtiyaclarına yönəldilib. Buna görə də məktəbəqədər yaşlı uşaqların tərbiyəsində oyunun böyük bir tərbiyəvi və maarifləndirici əhəmiyyətini vurğulayırdı Frebel. Frebelin uşaq bağçalarında uşaqların təlimi problemi xüsusi didaktik materiallar olan oyunlar sisteminə əsaslanırdı. Və Frebel nəzəriyyəsi Pestalozzi'nin, Kaminski'nin ideyalarına əsaslanırdı. Frebel öz didaktik materialları olan, yəni Frebel hədiyyələrini işləyib hazırlamışdır. Bu materiallara rəngi, forması, ölçüsü və onlarla işləmə üsulu ilə fərqlənən əşyalar daxil idi. Bütün rənglərdən olan trikotaj toplar, kublar və silindirlər, müxtəlif rəngli və ölçülü toplar, 8 kuba bölünmüş bir kub, yerləşdirmə üçün çubuqlar, toxuculuq və aplikasiya üçün kağız zolaqlar. Bunlar məhz Frebel hədiyyələri hesab olunurdu. Və oyunlara diqqətdə saxlayan bütün pedaqoji konsepsiyalarda oyunun yalnız fiziki deyil, mənəvi əhəmiyyəti də ön plana çıxırdı. Yəni, oyunlar zamanı uşaq fiziki cəhətdən inkişaf etdiyi kimi, əqli intellektual baxımdan da inkişaf edirdi. Məhz bu ideya məktəbəqədər təlimdə qazanılan ən böyük uğurdur. Və bu oyunların mənəvi əhəmiyyətinə nail olmaq isə tərbiyəçi müəllimdən böyük məharət tələb edirdi. Bu məharət tərbiyəçi müəllimi yalnız intellektual pedaqoji hazırlığı ilə deyil, həmçinin də mənəvi xüsusiyyətləri ilə bağlıdır. Əgər qarşıya uşağın mənəvi tərbiyəsi məsələsi qoyulmuşdursa, o zaman biz tərbiyəçi müəllimin valideynin də bu hazırlığa malik olması fikrini irəli sürə bilərik və bu uşaq ağlayanda ağlamaq, gülməkdə gülən zaman gülmək, kədərlənəndə kədərlənmək, sevinəndə sevinmək deməkdir. Frebelin uşaq bağçası konsepsiyasında verilən oyun texnologiyası tərbiyəçi müəllimin və uşağın mənəvi dünyasının vəhdətinin yarandığı tərbiyə metodu idi. Frebel texnologiyaları rəngli toplar, kublar və kağız üzərində yaranan kövrək uşaq dünyasından zəngin mənəviyyatlı insan dünyasına uzanan körpü rolunu oynayırdı. Frebelin yaratdığı sistemdə uşaqların bədii zövqünün inkişafı mühüm yer tutur. Rəsm, modelləşdirmə, aplikasiya, musiqi və şiir söyləmə, qiraət bacarıqlarına xüsusi önəm verilirdi. Hesab edilir ki, bu fərdin inkişafı üçün mühüm amildir. Sistemin mühüm prinsipi hərəkətin və ya duyğuların, eləcə də təəssüratların sözlərlə ifadəsidir. Frebelin məktəbəqədər pedaqoji konsepsiyasının əhəmiyyəti ondan ibarətdir ki, o irəli sürdüyü ideyaları xalqın folkloruna, millətin ruhuna, onun adət-ənənələrinə nəzərən yaradıb. Ona görə də bu konsepsiya əsrlərdir yaşayır və zaman keçdikcə yeni inkişaf mərhələsinə qədəm qoyur. Frebel hesab edirdi ki, xalqın folklorunu bilmədən onun uşaqları üçün milli xüsusiyyətlərə əsaslanan tədris mühiti yaratmaq qeyri-mümkündür. Yalnız ənənələrə əsaslanan yeniliklər meydana gətirmək olar, yəni bunsuz
xalq folkloruna köklənmədən yalnız sadəcə olaraq müəyyən ənənələrə əsaslanan yenilikləri meydana gətirmək olar. Yəni başqa bir yenilik mümkün deyil. Frebelin fikrincə tərbiyəçi müəllim təlim prosesində oyundan pedaqoji vasitə kimi istifadə etməlidir. Lakin bu o deməkdir ki, yalnız bu o zaman nəticə verə bilər ki, müəllim pedaqoji işin incəliklərinə bələd olmaqla yanaşı, uşağın xarakterik xüsusiyyətlərini də dərindən bilsin. Kör-körana icra edilən oyun səmərəsindən çox ziyan verə bilər. Və Frebel göstərirdi ki, oyun üçün xüsusi meydançalar olmalıdır. Uşaqlar onun imkanlarından bəhrələnə bilər. Uşaq orqanizminin fiziki cəhətdən möhkəmləndirilməsində məhz oyun mənəvi cəhətdən inkişaf etdirilməsində oyunun müstəsna əhəmiyyəti vardır. Məhz bu sistemlilik xalq oyunlarına sirayət edirdi. Frebel düşünürdü ki, təlim-tərbiyə prosesinə gətirilən oyunlar uşaqların harmonik inkişafına sistemlilik qata, onun fiziki inkişafını, əqli potensialını istiqamətləndirə bilər. Frebel sistemi məktəbəqədər pedaqogikanın inkişafına əsaslı təsir göstərərək onun genişlənməsinə yol açdı. O ilk uşaq bağçasını 1837-ci ildə Blankenburgda təşkil etmişdi. O yaratdığı məktəbəqədər təhsil ocağını uşaq bağçası adlandırmaqla məktəbəqədər təhsil müəssisəsinin yeni vəzifələrini, məzmun, metod və istiqamətlərini müəyyənləşdirmişdir. Bu sistem uşaq tərbiyəsində yeni bir eranın başlanğıcı idi. Artıq uşaqların fiziki və mənəvi tərbiyəsi işində məqsədli mexanizmin yaradılması üçün meydanda ideya var idi, yeni bir ideya var idi və Frebel yaratdığı təhsil müəssisəsini, uşaq bağçasını, orada çalışan müəllimləri isə bağbanlar adlandırmaqla müəyyən bir məqsədə nail olmağa çalışırdı. O qeyd edirdi ki, uşağın təbiətlə ünsiyyət qurması onun tərbiyəsində mühüm şərtdir. Məktəbəqədər təhsil müəssisələri, məktəbəqədər təhsil müəssisələri ailələri əvəz etmək üçün deyil, uşaqların tərbiyəsində və inkişafında analara kömək etmək üçün yaradılmışdır və analar uşaqlarla psixoloji cəhətdən necə davranmaq lazım olduğunu məktəbəqədər müəssisənin tərbiyəçi müəllimlərindən öyrənə bilərlər. Məktəbəqədər təhsil müəssisəsinin vəzifəsi azad, müstəqil, özünə inamlı insan yetişdirməkdir. Frebel uşaq bağçasının uşaqların sevinç yeri olmasını istəyirdi. Tərbiyəçilərin işinin əsas məqsədi uşaqların təbii qabiliyyətlərini inkişaf etdirmək, tərbiyə prosesində, inkişaf etdirmək məsələsi tərbiyə prosesində mühüm bir amil idi. Təlim-tərbiyə işi təhsil müəssisəsi ilə ailənin qarşılıqlı əməkdaşlığı şəraitində aparıldıqda, qarşıya çıxan fikir ayrılıqları eyni yanaşma ilə aradan qaldırıldıqda, uşağın təlim-tərbiyəsində daha böyük uğurların əldə olunacağı qaçılmazdır. Məktəbəqədər müəssisə ailənin başlanğıcı tərbiyə işini davam etdirdiyi kimi, ailə də məktəbəqədər müəssisənin tərbiyə işinə adekvat cavab verməlidir. Frebel hesab edirdi ki, uşaq bağçaları üçün tərbiyəçi müəllimlər və dayələr xüsusi hazırlıq keçməlidir. Uşağa məhəbbəti, xoş xasiyyəti, mənəvi saflığı ilə seçilən qadınlar, pedaqoqlar Frebelin yaratdığı kurslara qəbul edilirdilər. Artıq o dövrdə başa düşülürdü ki, azyaşlı uşaqları tərbiyə etmək və onlara müəyyən qədər inkişafa nail olmaq üçün pedaqoqun xüsusi biliklərinə və xüsusi peşəkar bacarıqlara ehtiyac vardır. Frebelin məhz yaratdığı uşaq bağçalarında onun yaratdığı hədiyyələrdən, daha dəqiq desək, burada əyani vəsaitlərdən istifadə olunurdu ki, Frebel məhz uşaq bağçasında məşğələlərin keçirilməsinə böyük əhəmiyyət verirdi və bu məşğələlərin də keçirilməsi üçün o uşaqlara hədiyyə adlı vəsaitlər hazırladı və həmin vəsaitlər indi də uşaq bağçaları üçün əhəmiyyətini itirməmişdir. Həmin hədiyyələr isə deməli aşağıdakılardan ibarətdir ki, gəlin onlarla tanış olaq. Birinci hədiyyə rəngli topdur. O topu uşaqlara körpəlik çağından gənclik çağına kimi məsləhət görür. Çünki uşaq həmişə topla oynayır, top hissələrə bölünmür, bölünsə mənasını itirər. Top hər şeydən
hər tərəfdən, yəni qapalıdır, bütövdür. Uşaq kiçik yaşlarından əşyanı bütöv halda görmək, onu əlinə götürmək istəyir. Yəni Freebelin bu hədiyyəni uşaqlara təqdim etməkdə məqsədi məhz bütövlük anlayışını uşaqlara və eyni zamanda da topun hərəkəti ilə hərəkətlilik anlayışını uşaqlara çatdırmaqdan ibarət idi. Biz adətən görürük ki, küçədə, həyətdə iri topu iki əlli əlinə götürüb qucağına sıxan uşağın necə sevindiyini görürük. Və uşaq topun hərəkətini, yuvarlaqlığını görür və eyni zamanda da burada uşaq topla oynayarkən onun qavrayışının 3 forması inkişaf edir. Uşaq əşyanın özünü görür, məkan və zaman qavrayışlarını inkişaf edir. Nəhayət, oyun sözlə, mahnı ilə müşahidə olunur. Uşaq sözlə hərəkətin ahəngini dərk etməyə başlayır. Top hər dəfə yerə dəydikdə səs çıxarır. Freebelin topa aid müəyyən mahnıları da vardır. Topla havada oyun, rəngli top, qaytanlı top və s. İkinci hədiyyə isə ağac altlığa bərkidilmiş kürə, kub, silindir, forma etibarı bir-birinə ziddir. Yəni bu əşyalar. Burada isə ikinci hədiyyənin təqdimatı ilə uşaqlarda məkan anlayışlarını və eyni zamanda da forma anlayışlarını uşaqlara çatdırmaqdır. Müxtəlif formalarla uşaqları tanış etməkdir. O bu hadisəni uşaqlara 6 aydan sonra, daha doğrusu bu hədiyyələri uşaqlara 6 aydan sonra verməyi tələb edirdi. Yəni uşaq öz bədən quruluşu ilə maraqlanmağa başlayır. Bu zaman həmin oyuncaq uşağa böyük ləzzət verir. Bu oyuncaqlar Freebelin ziddiyyətlər nəzəriyyəsi ilə bağlıdır. Uşaq əşyalar arasındakı ziddiyyəti əyani gördükdə onların mahiyyəti haqqındakı dəqiq məlumatı artıq almağa başlayır. Kürə ovucun içərisində, boşqabda hərəkət edir və ana bu zaman uşağa onun hərəkətini izah edir. Bax, kürə oynayır, uçur, fırlanır və s. Kub isə heç fırlanmır. Onun bir tilin üzərində fırladır, yenə də düz durur. Yəni bu o deməkdir ki, bir əşya digərindən fərqlənir, bir-birindən ziddir, biri hərəkət edir, digəri isə hərəkət etmir. Kürəni kubun üzərinə qoyarkən adam fiquru alınır. Bu oyuncaqlarla həm qızlar, həm də oğlanlar oynayırdı. Üçüncü hədiyyə isə 8 hissəyə bölünmüş kubikdir. Bu hədiyyənin əhəmiyyətindən danışarkən Freebel qeyd edirdi ki, 3 yaşa qədər uşaqlar artıq əşya haqqında onun xarici forması, quruluşu, bərkliyi, yumuşaqlığı, rəngi, həcmi haqqında müəyyən biliklərə yiyələnmiş olurlar və bu hədiyyənin vasitəsilə uşaqlar əşyanın daxili quruluşu, onun hissələrə ayrılması, hissələrdən tamın əmələ gəlməsi kimi yeni məlumatlara yiyələnirlər. Adətən uşağa ona verilən oyuncağın xaricini öyrəndikdən sonra onun daxili ilə maraqlanır uşaqlar. Ona görə də onu sökməyə başlayır, içərisinə baxmağa çalışır, maraqlı gəlir onun daxili və belə olduqda uşaq oyuncağı sındırır. Yenidən düzəldə bilmir. Bu oyuncaqlar isə özünü korrektə edən oyuncaqlar idi və bu baxımdan uşaqlara bu hədiyyənin verilməsi zəruridir. Çünki uşaq əvvəl top və kürə ilə qapalı əşyanı öyrənir. Üçüncü hədiyyədə isə uşaqlar əşyanın davamlılığını, qoyanda dura bilən olduğunu, sökülüb yığmanın asan olduğunu öyrənirlər. Üçüncü hədiyyənin mahiyyəti isə ondan ibarətdir ki, uşaq burada yeni bilik alır. Yəni 3 yaşa qədər uşaq xarici ilə tanış oldu. Bundan sonra isə uşaqlar əşyaların daxili ilə tanış olaraq yeni bilgilər alırlar. Daha sonra 4-cü hədiyyə 8 hissəyə bölünmüş kərpicdir. Bu hədiyyənin köməkliyi ilə uşaqlar uzun, enli, hündür sözlərinin mahiyyətini dərk edirlər. Sahə, məkan, həcm təsəvvürünə yiyələnirlər. Düzbucaqlı, dördbucaqlı, bərabərlik sözlərinin mahiyyətini anlayırlar. Və 5-ci hədiyyə isə 27 hissəyə bölünmüş kubikdir. 21-i bütövdür bunlardan, 3-ü kiçikdir, 3-ü isə kəsikdir. Bu kubiklərin köməkliyi ilə uşaqlar 3 hissəyə qədər, daha doğrusu 300-ə qədər fiqur düzəldə bilərlər. Yəni bu o deməkdir ki, təbii ki, bunlar eyni anda yox, müxtəlif hallarda 300-ə qədər bu hissələrdən fiqurlar hazırlamaq mümkündür.
6-cı hədiyyə isə 27 hissəyə bölünmüş kərpicdir. Bunlardan uşaq bağçasında tikinti materialı kimi istifadə olunur və Frebil uşaqları yaş dövrlərinə bölmüş və bütün oyun və məşğələləri, eyni zamanda da məhz bu hədiyyələri bu yaş bölgüsü əsasında işləmişdir. O yaş dövrlərini deməli bu cür bölmüşdür ki, birinci dövr körpəlik dövrü 2-3 yaş, məktəbəqədər dövr 3-7 yaş, erkən yaş 7-10, yeniyetməlik dövrü isə 11-15 yaş. Deməli, o deyirdi ki, hər bir dövrdə uşağın inkişafı üçün zəruri olan materiallar olmalıdır. Uşaq aləmlə 2 yolla, empirik şəkildə xarici hiss orqanları və hərəkətin köməyi ilə təcrübədə dərk edirlər. Yəni 2 yolla deyəndə bu o deməkdir ki, əşyaların birinci xarici, belə deyək, xarici ilə tanış olurlar, daha sonra burada əşyaların daxili ilə tanış olurlar. Yəni bu 2 yolla baş verir ki, burada xarici hiss orqanları və hərəkətdən istifadə etməklə təcrübədə dərk etməyə çalışırlar. Təcrübə insanın daxili aləmini oyadır. Friedrich Frebelin məktəbəqədər tərbiyə nəzəriyyəsi hələ öz dövründə o qədər də başa düşülməmişdi. Hətta Almaniyada uşaq bağçalarının açılması qadağan edilmişdi. Frebelin yaradıcılığı ölümündən sonra geniş yayılmışdır və daha da geniş öyrənilmişdir. Frebelin yaradıcılığı və fəaliyyəti haqqında dostu Middendorf demişdi ki, Frebel yorulmadan, öz mənafeyini güdmədən işləmişdir. O, uşaqlıqda insanlığın təbiətini oxumuşdu. O, insanın kamilləşməsi üçün çalışmışdı. Frebelin ideyaları İngiltərədə, Fransada, Amerikada, Rusiyada, Zaqafqaziyada Frebel cəmiyyətləri tərəfindən geniş yayılmışdır. Bu cəmiyyətlər uşaq bağçaları açılmasında, məktəbəqədər tərbiyə müəssisələrinin mütəxəssislərinin hazırlanmasında və bütövlükdə müəssisələrin açılmasında xeyli iş görmüşdür. Və 19-cu əsrdə Frebel sistemi ilə işləyən bağçalar çox idi. Friedrich Frebel bütün ömrünü məktəbəqədər uşaqların tərbiyəsi işinə sərf etmişdir. Uşaq bağçaları yaratmışdır eyni zamanda. O, uşaq bağçasında aparılan işin məzmunu və metodikasını da işləmişdir. Bugünkü dövrdə məktəbəqədər tərbiyə müəssisələrində də məhz məşğələlərin keçirilməsində Frebel hədiyyələrindən müasir üslubda artıq istifadə olunur və Frebelin məhz məktəbəqədər tərbiyə sahəsində uğurları nədən ibarətdir dedikdə biz ilk öncə məhz məşğələlərin həyata keçirilməsini, məşğələlərin, yəni uşaqlara verilən biliklərin məşğələlər formasında, oyun formasında, müxtəlif əyləncəli şəkildə fiziki hərəkətlərin tətbiq edilməsi şəklində məhz məşğələlərin təşkil olunması məhz deyərdim ki, Frebelin adı ilə bağlıdır. Frebel nəzəriyyəsi barədə müəllimlər bu qədər hələlik.